Zaman etibariyle dünya hələ mövcud olmamışdan qabaq İsa var idi və o dövrdən bugünkü günə qədər olan uzun bir zamanı özündə göstərir. Nə baş veribsə bu zaman içərisində baş vermişdir. Və kəlam mövcud idi, əzəldən mövcud idi. Kəlam İsa Məsihin rəmzi ifadəsidir. İsa Məsih mövcud idi. Və müqəddəs kitabın bu ayələrini, dəyərləri diqqətlə nəzərdən keçirdiksə, orada belə bir ifadə vardır. Yaranan nemətlərin heç biri onsuz yaranmadı. Nə varsa bilavasitə Rəbbin kəlamı vasitəsilə, Rəbbin özü vasitəsilə yarandı. Demək, İsa Məsih yaradıcıdır. İsa Məsih yaradandır. Əzəldən mövcud olan odur. Və eyni zamanda bu kəlama bir də diqqətlə nəzər yetirmiş olsa, görərək ki, orada belə bir ifadə vardır. Kəlamda həyat var idi. Bu nə deməkdir? Yəni, həyatın mənbəyi İsa'dır. Həyatın özü bilavasitə İsa'da özü əksini tapmışdır. Və bu həyat bu günlərdə biz insanların nuru olmuşdur.